Salam əziz dostlar. Dünən paylaşdığım testin izahını sizinlə bölüşürəm. Testin şərtində deyilir: choose the equivalent of the sentences. Deməli, cümlələrin ekvivalentini, yəni eyni mənaya gələn variantlarını seçərik. Birinci cümləmizdə her son is 5 years old. Onun oğlunun 5 yaşı var. İndi biz bu cümlə üçün A, C və Y variantlarına baxmalıyıq. A'da deyilir: she has a 5-year-old son. Bu bizim doğru cümləmizdir. Çünki biz dedik ismin qarşısında təyinləyici kimi bu ifadələr gələrsə, defisli ifadələr gələrsə, o zaman onların tərkibindəki isimlər nə cəmlənmir, nə də yeri hal qəbul etmir. Və son ismimizdə bizim təkdə olduğu üçün artiklın verilməsi doğrudur. Baxaq C-yə. She has 5-year-old son. Burada isə artiklı olmadığı üçün həzdən sonra bu cümlə doğru sayılmır. Y-də isə she has a 5 years old son. Burada dedik ki, isim bizdə defisli olarsa bu ifadələrdə isim cəmlənmir. Ona görə də bu da səhvdir. Yəni bizdə birinci cümlə üçün A düzgün gəlir. 2-yə baxaq. These shoes cost $20. Deməli, bu ayaqqabılar $20 dəyərindədir. İndi baxaq burada B-yə. These are $20 shoes. Baxın, yenə defisli ifadəmizdir. 20 say öz yerində qalır. Amma dollar isimli və cəmlənməyib. Bu doğru variantdır. These are-da shoes-a görə düzgün verilib. D-yə baxaq. These are $20 shoes. Dedik, isim cəmlənməməlidir. Burada dollars cəmlənib. Deməli, D səhvdir. Və C-də isə these are a $20 shoes. Shoes cəm olduğu üçün bizdə article lazım deyildi. C-də səhvdir. Yəni, burada ikinci cümlə üçün də biz B-ni uyğun götürürük və variantlarımızda 1A, 2B olan elə A variantındadır. Cavabımız A bəndidir.